Herkese salam. TV Show mağazin kanalımıza xoş gəldiniz. Tanınmış və sevilən müğənni Vəfa Şərifova xeyirxah addım atıb. Belə ki, o təhsil dairəsinə gələn anaları həbs olunan 2 oğlan övladının kommunal borclarını öz üzərinə götürərək ödəyib. Həmin görüntülər sosial şəbəkələrdə də paylaşılıb və çoxlu rəydə gözəl şərhlər alıb. Həmin görüntüləri sizlərə təqdim edirik. Bilirsiniz ki, bu uşaqların başına qəza niyə gəldi? Çünki onların qaz borcu yarandı, ana həbsə düşdü və bu borcu ödəyən olmadı. Onların da pulu buna çatmadı. Və bu pul artıq bütün kanallarla birlikdə 1000-in üstündə olan böyük rəqəmdir. Vəfa xanım dedi ki, 1000 manat məbləğində kommunal borclarını qarşılayacaq. Çox sağ olun. Həqiqətən sağ olsun və sizin evinizdə yenidən qaz gələcək, yenidən o istilik olacaq və Allah həmişə qəlbinin hərarətini əldən əskik etməsin. Çünki biz nə qədər qrup yaratsaq da o evdə qaz gəlməsə, o evdə su gəlməsə, o ev nəyə lazım ki? Və Vəfa xanım onun böyük məbləğini bağlamış olacaq.